Hörmətli Prezident Cənab İlham Əliyev, mən Əmraslanov Həsən Quluoğlu, Şəmkir rayonunun Dəllərdaşbulaq kəndində əkinçiliklə məşğul oluram. 15 nəfər ailə üzvlərimizlə birlikdə gördüyünüz bu sahədə 30 hektardan artıq taxıl əkmişik. Taxılımızın su təchizatı 2 ədəd su barsisan quyusunun hesabına ödənilir. Real istifadə etdiyimiz suyun haqqını Dərya Sibə ödəmişik. Buna baxmayaraq, aprel ayının 15-də taxıl suvararkən həmin artizanları şəbəkədən ayırmışlar. Belə məlum olmuşdur ki, bu göstərişi Suvarma Sistemləri İdarəsinin satış şöbəsinin müdürü Kənan və Dərya Sibin seçilməmiş, təyin edilmiş sədri Qurban İsazadə vermişdir. Bu barədə bir neçə gün bundan əvvəl sosial şəbəkədə sizə və yerli icra hakimiyyəti orqanlarına müraciət etmişdim. Sağ olsunlar, yerli icra hakimiyyəti orqanları bizi və o tərəfi qəbul edib bu məsələni müzakirə elədilər və qeyri-şərtsiz olaraq taxılın suvarılmasını bərpa etməyə tapşırdılar, tövsiyə etdilər. Onlar kabinetdə söz verdilər, sonra isə əməl etmədilər. Onlar bizdən haqsız su pulu tələb edirlər. Real istifadə etdiyimiz suya görə deyil, özlərinin müəyyənləşdirdiyi, onlara sərf edən qiymətlərlə bizdən su pulu tələb edirlər. Yəni ki, belə ki, fonda yığılan pulu istədiyi kimi onlar istifadə edirlər. Öz yaxınlarının, qohumlarının kart hesablarına ötürürlər. Ona görə də həddindən artıq varlandıqları üçün əkinçini adam hesab etmirlər. Mən xahiş edirəm ki, belə üzr istəyirəm sizi demişkən, o yerlərdə harınlamış məmurların haqqında ciddi tədbir görülməsi üçün müvafiq təşkilatlara göstəriş verəsiniz və bu məsələni bax bu ərazidə yerində araşdırılıb haqqın, ədalətin təmin olunmasını təşkil edəsiniz. Demək, bunların bu haqsız, ədalətsiz əməllərinin nəticəsində bizə, bizim aləmizə 40-50 min manat dəyərində ziyan dəymişdir. Bizim aləmizin dolanışığı daha da çətin olacaqdır. Ona görə də bu məsələnin ədalət naminə araşdırılaraq bizə dəyən zərərin ödənilməsini köməklik göstərəsiniz. Biz əkinçilərin çöl adamıyıq. Məhkəmə mübahisələrinə getmək, nə rüsumları ödəmək üçün imkanımız var, nə də zamanımız var. Ona görə xahiş edirəm ki, bu korrupsioner insanların haqqında ciddi tədbir görülsün. Bəsdir, hə?